Mən Rüfət Musayev, kliniki optometristəm. Latviya Universitetinin məzunuyam. Optika sahəsində 30 illik təcrübəm var. Optometriya üzrə isə 8 illikdir artıq təcrübəm var və təhsilim üzrə də çalışıram. Videolarımızın birində biz müayinədən danışmışdıq, görmə müayinəsindən. Həmən o mövzunu istəyərdim biraz davam edək və bizim mağazada keçirilən müayinə nə ilə fərqlənir və nələr müayinə olunur. Əslində demişdim ki, müayinə iki hissəyə bölünəcək. Obyektiv və subyektiv müayinə növləri mövcuddur. Haşiyədən qırağa çıxım deyim ki, bizdə bəzən gəlir müştərimiz ya pasiyent gəlir, deyir ki, məni tez 10 dəqiqəyə müayinə edin, tez bir eynək alım, gedim, tələsirəm. Bizdə də bu 10 dəqiqəyə alınmır. Ümumiyyətlə 10 dəqiqəyə necə müayinə etmək olar, mən onu bilmirəm əslində, amma elə bir müayinə, görmə müayinə növü yoxdur ki, 10 dəqiqəyə nəticə verilsin. Bizdəki müayinə nədən ibarətdir? Birinci növbədə dediyim kimi keçən dəfə pasiyent qapıdan girərkən pasiyentin yerişinəmi, başının hansı istiqamətdə saxladığına mı, əydiyinə, qaldırdığına, eynəkdə olduğuna, eynəksiz gəldiyinə, bunlara diqqət eləyib, belə deyək, növbəti strategiyanı seçmək lazımdır. Ondan sonra eynəkdə gəlibsə, mövcud eynəyin dioptriyalarını təyin etmək lazımdır. Belə bir cihazımız var. Buna dioptrimetr deyirlər. Bunun elektron versiyası da var. Mexaniki dioptrimetrlər də var. İndi hansı optikada nə varsa onu istifadə edə bilər. Dioptriyaları təyin olunmalıdır. Pasiyentdən anamnez toplanmalıdır. Yəni anamnezə nə daxildir? Hal-hazırda misal üçün hansısa bir ola bilsin bir dərman preparatı qəbul edilmir. Ona görə ki, bəzi dərman preparatların görməyə təsiri olur. Hansısa bir müalicə keçirmir və ya ola bilsin səhər tezdən yüksək təzyiqi olubdur, ya şəkəri yüksək olubdur. Həmən gün müayinəni keçirmək o qədər də məqsədə uyğun olmazdı. O müayinəni başqa günə keçirmək daha rahat aparmaq üçün, daha düzgün məlumat almaq üçün sonraya keçirmək lazımdır ki, həmən o göstəricilər də stabilləşsin. Anamnez toplandığında yenə də neçə yaşından eynək taxır, əvvəllər gözdən əməliyyat olunubmu, eynəyi vaxtaşırı işlədirmi, yoxsa daimi işlədirmi? Bunların hamısı anamnezdə toplanmalıdır. Ondan sonra biz gələk pasiyentin şikayətini öyrənək. Ki, şikayəti nədən ibarətdir? Bəzən sadəcə eynəyi dəyişməyə gəlir, yeni eynək almaq istəyir və bir nəzarət qaydasında müayinəsini keçirir ki, görsün ki, dəyişiklik var ya yoxdur. Bəzən deyir ki, yox, mənim deyək ki, uzaq görməm yaxşıdır, mənə ancaq oxumağa eynək lazımdır. Nəysə, bu şikayətlər buraya yazılmalıdır. O şikayətlərdən də əlavə biz suallar verməliyik. Deyək ki, yaxın məsafədə işləyərkən, oxuyarkən, yazarkən bir müddət sonra baş ağrılar əmələ gəlirmi? Bu artıq biz soruşduğumuzdur. Ola bilsin ki, həmən baş ağrılarını pasiyent eynəyi ilə və ya görməsi ilə uzlaşdırmasında deyək ki. Sonra hansısa bir mətni oxuyarkən, misal üçün mətni oxumağa başlayır, yarısında başa düşür ki, oxuduğunu tam unudubdur. Əslində bu gözlə çox, 99% bu gözlə bağlı olan problemdir. Gözlərin düzgün işləməməsi, yaxşı görməməsi ya da eynəyin səhv olduğu ilə olan problemdir və bunu biz araşdırıb çıxarmalıyıq ki, növbəti müayinədə bunu nəzərdə saxlayaq.